Tarixdə elə liderlər olub ki, onlar təkcə verdikləri qərarlarla deyil, həyata keçirdikləri qəribə və anlaşılmaz əməllərlə də yadda qalıblar. Amma Səddam Hüseynin bir hərəkəti var ki, bu nə siyasi gediş idi, nə də hərbi strategiya. Bu, onu həm tənqid, həm də heyrətlə xatırlamağa səbəb oldu. O müqəddəs Quran-ı Kərimi öz qanı ilə yazdırdı. Bəli, düz eşitdiniz. Diktator Səddam Hüseyn min illərdir kağız və mürəkkəblə yazılan bu ilahi kitabı öz bədənindən çıxan qanla yazdırmaq qərarına gəldi. Bu hadisə təkcə İslam aləmində deyil, bütün dünyada şok effekti yaratmışdı. Səddam Hüseyn 1937-ci il aprelin 28-də Tikrit şəhəri yaxınlığında kənd ailəsində doğulub. Səddam körpə olarkən atası vəfat etmiş, əmisi Əlhəc İbrahim onu oğulluğa götürmüşdü. Səddam 1962-1963-cü illərdə Qahirə Universitetində oxumuş, 1969-cu ildə Bağdadın Müntəsiriyyə Universitetini bitirmişdi. Təhsilcə hüquqşünas idi. Səddam Hüseyn siyasi karyerasına 1957-ci ildə başlayıb. 1959-cu ildə dövlət başçısı Əbdülkərim Qasiminin həyatına sui-qəsdi iştirak edir. Qiyabi olaraq ölüm cəzasına məhkum edilir. Buna görə Suriyaya, sonra isə Misrə qaçır. 1963-cü ildə çevriliş nəticəsində Əbdülqasim öldürüldükdən sonra Səddam Bağdada qayıdır. Partiyanın silahlı dəstələrini təşkil etməyə başlayır. 1964-cü ildə Bəz partiyası hakimiyyəti itirdikdən sonra Səddam Hüseyn həbs olunur. O, həbsxanadan qaçdıqdan sonra 1968-ci il iyulun 17-sində Bəz partiyasının həyata keçirdiyi növbəti dövlət çevrilişində iştirak edir. Ölkədə hakimiyyət Səddamın yaxın qohumu general Əhməd Həsən Əl-Bəkrə keçir. Beləliklə 31 yaşlı Səddam Hüseyn partiyada ikinci adama çevrilir. 1979-cu ilin iyulunda Səddam Hüseyn 42 yaşında olarkən İraq prezidenti, baş nazir və Bəs partiyası regional rəhbərliyinin baş katibi olur və o vaxtdan 2003-cü ilin martına dək ölkəyə rəhbərlik edir, marşal rütbəsi alır. Qərb ölkələrindən Səddama dünyəvi və qeyri-adi lider kimi baxılıb. Səddam bu məsələni öz xeyrinə istifadə etməyi bacarırdı. 1979 və 1980-ci illərdə Amerikanın Detroit kilsəsinin təmirinə təxminən $500 milyon pul ayırmışdı. Bu səbəbdən şəhərin açarları təntənəli surətdə Səddama təqdim olunub. O illərdə Səddam bəzi davranışları ilə diqqət çəkirdi. Pulu sağa-sola sovururdu. Köməkçilərinə və eləcə də xarici liderlərə bahalı hədiyyələr paylayan diktator özü də qeyri-adi hədiyyələr alıb. Məlumatlarda qeyd olunub ki, Səddam Zambiya prezidenti Kaunde Kennetuya içərisi hədiyyələrlə dolu bir qutu göndərib. Prezident isə bu incə diqqətinin müqabilində İraqın lideri olan dostuna şəxsi cadugərini hədiyyə edib. Səddam sehri, cadunu çox sevirdi. İraqın paytaxtı Bağdadda yazılması təxminən 2 il çəkmiş xüsusi Quran əslində bir muzeydə sərgilənməli olsa da Ümmül Qura məscidində saxlanılır. Səddam dövründən qalan və zaman-zaman İraq siyasətində müzakirə mövzusu olan Quran-ı Kərim haqqında eşidənləri heyrətə gətirən onun Səddam Hüseynin özünün qanı ilə yazılmasıdır. Təqvimlər 1990-cı illərin sonlarını göstərirdi. 1991-ci ildə Amerikanın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri tərəfindən ağır zərbə alan və ordusunun böyük bir hissəsini itirən İraq diktatoru Səddam Hüseyn eşidənləri şoka salan açıqlama verdi. 1997-ci ildə 60 yaşını qeyd edən Səddam Hüseyn bir çox təhlükə və bəlaları problemsiz dəf etdiyinə görə Allaha şükür etmək üçün öz qanı ilə Quran yazılmasını əmr edib. Bəzilərinə görə Səddamın böyük oğlu və varisi Uday Hüseynə qarşı uğursuz sui-qəsd cəhdindən sonra daha da dindarlaşan Səddamın bu arzusu tezliklə yerinə yetəcəkdi. Bu məqsədlə müəyyən dövrlərdə Səddam Hüseynin bədənindən alınmış 27 litr qan xəttatlıq sənəti ilə məşğul olan Abbas Şakir Cudi Əl-Bağdadiyə təhvil verilib. Abbas uzun müddət davam edən zəhmətli işdən sonra təqribən 600 səhifəlik Quran-ı Kərimi tamamlayaraq Səddam Hüseynə təqdim edib. Quran-ı Kərimin təqdim edilməsindən sonra İraq dövlət televiziyasında yayımlanan çıxışında Səddam belə demişdi: "Həyatım qanımın axıdılmalı olduğu hadisələrlə doludur, lakin çox az qanım axıdıldı. Allaha şükür etmək məqsədi ilə
bir xəttatdan qanımla Qurani Kərim yazmasını istədim. Səddam Hüseyn 2003-cü ilin dekabrın 13-də doğma Tikrit şəhəri yaxınlığındakı fermada, sığınacaqda Amerika hərbiçiləri tərəfindən əsir götürülüb. 2004-cü ilin iyun ayına qədər 11 yüksək rütbəli bas lideri ilə birlikdə Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Amerika bazasında saxlanılan Səddam Hüseyn 2004-cü ilin iyunun 29-da İraq hökumətinə təhvil verilib. Səddam Hüseyn Qurban Bayramının ilk günü 30 dekabr 2006-cı ildə Bağdadın şimalında səhər saat 6-da asılaraq edam edilib. Qanla yazılmış Qurani Kərimin Səddam dövrünün rəmzi sayılan Ummul Qura məscidinin zirzəmisində xüsusi otaqda kilid altında saxlanılmasına qərar verilib. Dövrümüzdə də həmin otaqda qorunduğu güman edilən Qurani Kərimin ziyarətə bağlı olduğu məlumdur. Bildirilir ki, otağın 3 açarı var və bu açarlardan biri din xadiminin, biri şəhər polis rəisinin, digəri isə şəxsiyyəti məlum olmayan üçüncü bir şəxsin əlindədir. Qanla yazıldığı iddia edilən Qurani Kərimin ziyarət edilməsi üçün İraq hökumətindən xüsusi icazə alınmasının zəruri olduğu bildirilir.